1970-ci illərin əvvəlində Kiprin Varoşa, yəni Maraş bölgəsi dünyanın ən məşhur, lüks və bahalı turizm mərkəzi hesab olunurdu. Lakin 1974-cü ildə adada baş verən hərbi əməliyyatlar zamanı bu qlobal rəngarənglik cəmi bir neçə saatın içində tamamilə donduruldu. Şəhər sakinləri toqquşmaların ortasında qalmamaq üçün təhlükəsiz zonalara təxliyə olundular. İnsanlar evlərini tərk edərkən cəmi bir neçə gün sonra geri qayıdacaqlarını düşünürdülər. Məhz bu psixoloji inamla qapıları kilidləyib hər şeyi olduğu kimi qoymuşdular. Amma o bir neçə gün heç vaxt gəlmədi. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə şəhər dərhal qapalı hərbi zonaya çevrildi. Beynəlxalq hüquqi mübahisələr səbəbindən 10 illiklər boyu bura bir daha heç kim məskunlaşa bilmədi. 10 illiklər keçdikcə rəsmən ruhlar şəhərinə çevrilən Maraşda insanları təbiət əvəz etdi. Bugün binaların damından yuxarı ucalan ağaclar, yarılmış asfaltdan cücərən bitkilər və insan ayağı dəyməyən otel eyvanlarında yuva quran dəniz tısbağaları şəhərin yeni sahibləridir. Küçələrdə isə keçmişin tozla örtülmüş, zamanın çürütdüyü paslı avtomobilləri və 10 illiklər öncəsinin dəb mağazalarının qalıqları var. Son illərdə müəyyən hissələri piyadaların ziyarəti üçün qismən açılsa da, Varoşa hələ də keçmişin dondurulmuş acı, dilsiz və toxunulmaz bir xatirəsini qorumağa davam edir.